İstəyirəm xanım Fatimə Zəhranın qapısına gedək. Həzrət Zəhranın o yanmış qapısına. Bu gecələr həm də xahiş edirəm sizdən təkcə Zəhranın yox, həm də Əlinin qəribliyinə ağlayın. Bu gecə Əli çox qəribdir, çox məzlumdur. Əlinin qürbəti adamı öldürür və Zəhranın qəmi Əlinin qürbətinin əlamətlərindən, nişanələrindən biridir. Əli əleyhissalam o qədər məzlumdur, o qədər qəribdir. Əli əleyhissalam küçələrdə gedir, deyir, salam verir, cəmaat uzun yana çevirir. Həzrət Əli əleyhissalam dərdini deməyə adam tapa bilmir. Bu zarafat deyil, söz gəlişi deməyiblər. Vallah tarixdə yazıblar ki, quyu qazıb başını quyuya salıb dərdin quyuya deyirdi. Mən bilmirəm insanın dərdi nə qədər olar ki, dərdin quyuya desin. Və yeganə təsəllisi həyatda xanım Fatimə Zəhra idi. Allaha and verirəm xanım Zəhranın o yanmış qapısının ehtiramına. Ki bizi bu gecə xanım Zəhranın qapısından əliboş qaytarmasın inşallah. Qapı ilə divar arasında qalanda tarixçilər yazır, istədi qışqıra ya Əli. Peyğəmbərin sözü yadına düşdü ki, qızım amandır, heç vaxt Əlidən bir şey istəmə. Əlidən bir şey xahiş eləmə. Bu söz yadına düşəndə o ağır məqamda dedi, ya sahibəz zaman, ya Əba Salih. Dillər İmam Zamanı çağırdı, ay mənim qanımın intiqamını alan. Adam yaş keçdikcə də taqəti də yoxdur o sözləri deməyə. Orada nə baş verdi, o qapının yanması hadisəsi o İmam Zaman ağanın ürəyini dağlayan sözlərdir. Bir alim deyirdi ki, çox asıq sözlər deməyin ki, İmam Zaman məclisdə olanda ürəyi parçalanır. O roizələri oxuyanda nəzərə alın. Hərdən amma söz gəlir, adam deyir, sonra da peşman olur. Gəldilər, daxil oldular mənzilə, Əlinin qollarını bağladılar. Ay Əli əleyhissalamın məhəbbəti ilə yaşayan, Əli əleyhissalamı sevənlər, Əlinin boynuna, qollarına kəndir saldılar. Çəkirlər, aparsınlar. Çəkəndə baxdı, gördü, üzr istəyirəm İmam Zaman ağadan sizdən, gördü ki, Fatimə yıxılıb yerə. Əli baxır, o məzlum Əli, xanım yıxılıb yerə. Evdən çıxanda deyir, bircə bu işi görə bildi ki, əbasının çiynindən çıxartdı, saldı Fatimənin üstünə. Bir nəfər deyir, and olsun Allaha, elə ürəyim yandı Əliyə. Gördüm, boynuna kəndir salıb çəkirlər. Mən bu qolları görmüşəm Xeybər döyüşündə. Bu qolları 12.000 əskər bağlayanmədi. Gördüm, Allahın dini, təqvası bu qolları bağlayır. Mən şəhadət gətirdim, mən müsəlman oldum. Xanım özünə gəldi, Fizzə, hardadır Əli, əmoğlum hanı? Ərz elədi, xanım apardılar məscidə. Hamı gözləyir, Əli əleyhissalam minbərin qabağında qolu bağlı dayanır, İmam Həsənlə İmam Hüseyn yanında. Gördülər ki, gözü qapıda qalıb Əlinin. Elə bil ki, kimisə gözləyir ki, indi köməyinə kimsə gələcək. Həsənlə Hüseyn ağlayırlar. Əyildi qulağına, dedi, bala ağlamayın, indi mənim də köməyim gələr. Dedilər yəqin özlərinə ki, görəsən, atamızın ordusu hardadır, qoşunu hardadır, kim gələcək? Birdən gördülər, qapı açıldı, Fatimə daxil oldu. Bir əlin qoyub qabırğasının üstünə. Bir əlin aparıb başından yuxarı, ərəblərin adəti var, birinə zülm olunanda əlin başına qoyar. Fatimə əli başının üstündə daxil oldu məscidə. Dedi, and olsun Allaha,
Əgər əlinin əllərin açmasız gedib Peyğəmbərin qəbri üstündə başımı açıb sizə bəddua eləyəcəm, nifrin eləyəcəm. Fatimə dedi, getdi və bu sözü deyəndə məscidin sütunları titrədi. Əli Salmana işarə elədi ki, get Fatiməyə dinən bəddua eləməsin. Salman gəldi, xanım Əli çağırır. Əli əleyhissalamın adını eşidən kimi başını saldı aşağı gəldi. Gördü Əlinin qollarını açıblar. İkisi qayıdırlar, o məzlum Əli, xanım Zəhra, İmam Həsən, İmam Hüseyn daxil oldular mənzilə. Xanım Zəhra baxır, görür Əli gözünü qaçırdır ondan. Baxmaq, utanır onun gözünə baxar. Bu yerdə gördülər, Zəhra gəldi, dolandı Əlinin başına, nəfsi, li nəfsi kəlviqa ya Əbəl Həsən, canım sənə fəda olsun. Əlinin bütün qəmlərini Fatimə dağıdırdı. Odur ki, Fatiməni dəfn eləyəndə qəbri üstündə dedi, Fatimə, la xeyrə bə'dəki fil həyat. Dedi, Zəhra, səndən sonra da yaşamağın xeyri yoxdur. Səndən sonra da yaşayışın bir ləzzəti yoxdur Əli üçün. Ondan sonra yadına düşdü ki, Mədinəlilər deyirdi, Fatiməyə dinən ya gecə ağlasın, ya gündüz. Baxdı, dedi, asudə yatun Mədinəlilər, öldü Fatimə. Dedi, ay Mədinənin vəfasız insanları, day rahat yata bilərsiniz, çünki Zəhra öldü, dünyadan köçdü. Salman deyir, o qədər ürəyim yandı Əliyə, dedim, mən nalə eləsəm hamı eşidəcək. Dedi, şəhərin kənarına çıxım, oturum bir səhrada, çöllükdə, ürəyim elə yanırdı, dedim, yana-yana ağlayım Əliyə. Deyir, Mədinədən çıxdım, bir səhraya gəldim ki, oturub Əliyə ağlayam. Birdən gördüm, ya Zəhra səsi gəlir. Baxanda gördüm, o məzlum Əli dizlərin qucaqlayıb, ya Zəhra deyib ağlayır. Əla lənətullah, ələl qavmiz zalimin. La havlə və la qüvvətə illa billah əl-aliyyil. Məsciddə bir gün ərəblər əyləşirlər. Bir ərəb durdu ayağa, dedi, mənim bir dənə sualım var. Dedi, görəsən kişinin dünyada ən çətin günü hansı gün olar? Bir ərəb durdu ayağa, dedi, övladı olmayan xəcalətli olar. Biri diyor, ailesi yola ama eve rızı getire bilmeyen kişinin en çetin günü bugün olur. Her bir cevap verir. Gördüler o esnada ağlayan müminin var oldu nefsiler. Dediler gelin bu suali Ali'ye veren. Ya Ebel Hasan, kişinin dünyada en çetin gördüler Ali'nin mescidin kapısında aylaştı bize. Dedi gel bu suali mənə vermeyiniz. Bu sualdan benim halımı xarab ederiz. Dedi kişinin dünyada en çetin günü bugün olar. Aynalı qalar kapıyla divar arasında. Xarmı duyarlar bunu padrisən deyir. Ananı kızıyorlar, nece ola? Gördü seni kollarından aklayıp, kolların salıp o yanan kapıya. Bakın nenenin tabutine, gidiş eyleyip sefer. Hara gelirse ayana, kalbi dört kalın neler. Hara gelirse ayana. Şafakta hiç yanaşmayır, sanki bir zamanda
Əli tapşırdı balalarım ucadan ağlamayın. Balalarım ucadan ağlamayın. Qoy hamılar bilməsin. Zülxanım Fatimə özü də siyyət edib Ali. La ta'lem ahadən Ali. Bir nəfər bilməsin. Məxsusən o şeyxə. Qoy onlar mənim təşri cənazəmdə iştirak eləməsinlər. Mənim sümüklərim də onlara nifrin eləyir.